Əgər indi dediklərimi dinlədinsə, bir saatdan sonra bunların 90%-ni unudacaqsan. Bəli, bu elmi bir faktdır. Beyin eşitdiyinin çoxunu silir, atır şuur altına. Amma indi paylaşacağım üsulla öyrəndiklərini uzun müddətli yadda saxlaya biləcəksən. Çünki bir çox insan sadəcə eşidir, amma bağlantı yaratmır. Beyin üçün məlumat səs demək deyil. Beyin üçün məlumat əlaqə deməkdir. Sən eşidirsən və keçirsən. Beyin də bunu atır zibil qutusuna. Əlaqə quranda isə beyin onu yadında saxlayır. Bir məlumatı yadda saxlamaq istəyirsənsə, onu 5 duyğu orqanından birinə bağla. Bir dənə şəkil gör, bir dənə hərəkət elə, bir dənə hiss yaşa, bir dənə səslə birləşdir. Beyin vizual, emosional və kinestetik siqnallarla kodlaşdırma aparır. Məsələn, bunu bir kamera kimi düşün. Telefonunda bir video çəkmək istəyirsən, amma rekord düyməsinə basmırsan. Nəticə nə olur? Heç nə yazılmır. Yaddaş da belədir. Diqqət rekord düyməsidir. Onu basmasan, məlumat ötüb keçir, basanda isə yazılır və yaddaşda qalır. İndi dərhal öyrənmək istədiyin bir məlumatı götür və onunla əlaqəli öz obrazını yarat. Beyin unutmur, sadəcə önəmsizləşdirir. Məlumatı vacib göstərmək sənin işindir. Eşitməklə yox, əlaqə qurmaqla öyrən. Beləcə bir saatdan sonra unudan yox, xatırlayan tərəf olacaqsan.